Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Biz bugün sizinlə OTK-nın 4-cü siniflər üçün hazırladığı sınaq suallarının ikisinə baxacağıq. Deməli, birinci sualda belədir. A nöqtəsindən O nöqtəsinə qədər olan məsafə 17 cm-dir. Baxın, bu hissəni bizə deyir ki, 17 cm-dir. Qeyd eləyək burada. 17 cm-dir. A nöqtəsindən çevrəyə qədər ən qısa məsafə 5 cm olarsa, ən qısa məsafə deyəndə baxın, bu hissə nəzərdə tutulur. Ən qısa məsafə, yəni çevrənin üzərində olan nöqtəyə qədər olan məsafə 5 cm olarsa. Bu çevrənin diametrini tapın. Mən diametrini tapmaq üçün əvvəlcə çevrənin radiusunu müəyyən etməliyəm. Necə müəyyən eləyəcəm? Burada deyildi ki, A nöqtəsindən O nöqtəsinə qədər olan məsafə 17 cm-dir. Yəni, 17-dən mən 5-i çıxsam, A nöqtəsindən çevrəyə qədər olan məsafə 5 cm idi. 5 cm çıxsam, qalacaq 12 cm. 12 cm nədir? Baxın, çevrənin radiusu 12 cm-dirsə, bunun diametrini tapmaq üçün biz 2-ni 12-yə vurmalıyıq. 2-ni də 12-yə vuranda eləyəcək 24 cm. Deməli, çevrənin diametri 24 cm-dir. Variant olacaq D variantı. Növbəti suala baxırıq. Növbəti sualda deyir ki, COA düzbucaqdır. COA, baxın, bu hissə düzbucaqdır. Düzbucağın da dərəcə ölçüsü nədir? Uşaqlar, 90 dərəcə. 90 dərəcə. OB şüası COA-nı yarıya bölür. OB şüası da bu hissənidir. OB şüası AOC-ni yarıya böldü. 90 dərəcəni də yarıya böləndə 90 dərəcəni bölürük yarıya 45 dərəcə eləyir. Deməli, burada hər iki bucağın dərəcə ölçüsü 45 dərəcədir. Yarıya bölüb də. Göründüyü kimi COD bucağı da 90 dərəcədir. Görək bizdə nəyi tələb eləyir? Bucaq BOD-ni deyir tapın. Bucaq BOD-ni tapmaq üçün baxın, bu hissəni tapmaq üçün mən dərəcələrin cəmini tapmalıyım. Hansı dərəcələrin? Bu hissənin, bir də bu hissənin. 90 dərəcənin üzərinə gələcəm 45 dərəcə. Olacaq 135 dərəcə. Deməli, BOD bucağının dərəcə ölçüsü 135 dərəcədir. Variant olacaq D variantı.